Salam hörmətli izləyicilər, bu gün sizə yenə də EMAŞEM-dən maraqlı bir sual izahını vermək istəyirəm. Uyğunluğu müəyyən edin. Qeyd edin ki, bu da feilə aiddir. Mürəkkəb feil işlənmiş cümlədir. Mürəkkəb feil lazımdır. Aid olduğu şəkil dəqiq olmayan feil işlənib. Məni yoran səni etdiklərindir. Burada 2 dənə feil var. Yoran, etdiklərini. Yormaq sadədir. Etdiklərində əvvəlki sözə baxmalıyıq. Əgər etmək, olmaq sözləri varsa, əvvəlki söz sən söz olduğundan burada etdiklərin sözü yerinə yetirmək mənasındadır. Yəni sadədir. Hər ikisi sadədir və burada şəkil yoxdur ümumiyyətlə. Çünki hər ikisi təsrifləməyə feildir. Ona görə A bəndini çıxırıq. A bəndini avtomatik bəndlərdən çıxsaq, qalır 2 bəndimiz. B bəndi. Görürsənmi nə demişdimsə hamısı oldu. Görürsənmi demişdimsə. Bu da yenə sadədir, mürəkkəb deyil və şəkli də zaman şəkilçisi var. Görürsənmi demişdimiş. Burada zaman şəkilçilər olduğundan xəbər şəklindədir. Yəni başqa şəkildə ola bilməz. Ona görə B bəndi də heç birisinə aid deyil. B bəndi aid olmadığı üçün artıq bizim bir cavabımız qaldı. Yəni tez bazar bu formada işləmək olar. Amma biz davam edək. Kitabı axşama kimi oxuyub qurtardı. Bəzi mürəkkəb feillər əvvəlində ib şəkilçiləri olur. Ona görə bu feili biz mürəkkəb feil götürürük. Oxuyub qurtardı. Oxuyub qurtardı sözü birin qarşısına yaza bilərik. C bəndi. Sonra D bəndi. Materialın hamısını vaxtından əvvəl oxudun. Burada bu oxudun sözü 2 cür ola bilər. Materialın hamısını vaxtından əvvəl sən oxudun. Nə etdin? Oxudun. Bu olacaqdı keçmiş zaman. Və keçmiş zaman olduğu üçün də olacaq xəbər şəkli. Amma biz cümləni belə desək, materialın hamısını vaxtından əvvəl siz oxudun. Nə edin? Oxudun. Bu olacaqdı əmr şəkli. T orada olacaqdı leksik şəkilçi və əmr şəkli. Yəni bu cümlə həm əmr şəklində, həm də xəbər şəklində düşünülə bilər. Şəkil dəqiq deyil. Ona görə də 2-nin qarşısına biz yazırıq D bəndi. Və sonuncu Y bəndinə baxaq. Məktublar dünən sən yazmalı idin. Burada bir dənə feil var, yazmalı. Yazmalı sözü vacib şəklindədir, sadədir, yəni heç birisinə uyğun deyil. Şəkli dəqiqdir və sadədir, mürəkkəb deyil. Ona görə Y bəndinə çıxırıq. Cavabımız oldu 1C, 2D və C bəndi.